Videomu izləyən hər kəsi salamlayıram. Bu gün Azərbaycanın milli mətbəxinə aid Novruz şirniyyatlarımızdan olan qoğal hazırlayacağım. Qoğalın xəmiri üçün bizə nə lazımdır? Bizə lazımdır 1 kiloqram əla növ un, 2 çay qaşığı şəkər tozu, 1 çay qaşığı quru maya, 1 çimdik duz, 1 paket vanil və biraz sarı kök unu əlavə edib unu qarışdırırıq. Daha sonra unumuzun üzərinə 1 yumurta, bütöv yumurta, 100 qram yağ, 100 qram 25%lıq xama əlavə edirik. 2 stəkan süd və 1 stəkan su əlavə edib xəmirimizi yoğururuq. Videoda gördüyünüz kimi ələ yapışmayan yumuşaq bir xəmir əldə edirik. Xəmiri yoğurduqdan sonra 2 saat xəmiri dinləndiririk ki, xəmir acısının özünə gəlsin. Xəmirimiz dinlənərkən keçirik şirin qoğalımızın içliyini hazırlamağa. İçlik üçün bizə 500 qram un, 500 qram 3 stəkan un eləyir. 300 stəkan un, 2 stəkan şəkər tozu, 150 qram yağ, biraz sarı kök. Sarı kökü zövqə görə istifadə edə bilərsiniz, istifadə eləməyə də bilərsiniz. Bütün ərzaqları umaç halına gətiririk. Artıq üzərinə 2 saata yaxın vaxt keçib, xəmirimiz çox gözəl dinlənib özünə gəlib qabarıb. Xəmirimizi bir daha yoğurub kündələrə ayırmağa başlayırıq. 10 kündəyə təxmini 200 qramlıq kündələrə 10 ədəd ayırdım mən. Gözəl qoxulu, ələ yapışmayan yumuşaq bir xəmirdir. Kündələrə ayırdıqdan sonra kündələrin üzərini dəsmal və ya salğan vasitəsilə örtürük. Belə edirik ki, kündələrin üzəri qurumasın, qabıqlanmasın, yayarkən də rahat olsun. Üzərini örtdükdə kündələr biraz da özünə gəlir və yaymaq daha rahat olur. Yuxalarımızı qoyacağımız yeri yağlayacaq duru yağla. Daha sonra keçirik kündələrimizi yaymağa. On kündənin onunda gördüyünüz şəkildə yayırıq və hər qatını yağlayırıq. Yağı mən bir gün qabaqdan əritmişəm və ayranı süzmüşəm ki, aralarında ayran qalmasın. Sonuncu kündən də yayırıq və üzərini yenə yağlayırıq. Gözləyirik biraz yağ donsun, kəsmək daha rahat olsun. Daha sonra başlayırıq kəsməyə. Bu bölümdə siz qərar verə bilərsiniz ki, qoğalları iri istəyirsinizsə, bunu axıra qədər fırlamalısınız. Amma xırda istəyirsinizsə, balaca rulovlar əldə etməlisiniz. Daha sonra içini doldurmuşam mən burada. Hazır variantını göstərirəm. İçini doldurma qaydasını da göstərirəm. İçini də bu qayda ilə doldururuq. Astaca üzərindən basırıq və çox yox, az yayırıq. Tavaya yerləşdiririk. Mən qoğallarımı stolun üstünə yox, tavaya yerləşdirdim.
Qoğallarımızın hamısını bu qayda ilə için doldururuq. Bişirəcəyimiz tavaya yerləşdiririk ki, qabarandan sonra rahat üstünə yumurtasını çəkib sobada bişirək. Stolun üstünə qoyduqda qabarandan sonra tavaya yerləşdirəndə onun şirinliyi yatır və yaxşı alınır. Daha sonra üzəri üçün yumurta hazırlayırıq. Buna 2 ədəd yumurta sarısı əlavə etdim mən. 1 ədəd bütöv yumurta, 1 xörək qaşığı da duru yağ. Özünə gəlib dinlənən qoğallarımızın üzərinə çəkirik. Zövqə görə qoğalların üzərinə küncüt də əlavə edə bilərsiniz. Mən çiğ toxum əlavə etdim. Bu arada yumurta sarısının üzərinə 1 çay qaşığı da vanil əlavə etdim ki, mən yumurtanın sarısının qoxusunu sevmirəm. Yəqin ki, mənim kimi sevməyən çox insanlar var. Vanil biraz o qoxunu öldürür və qoğallar bişən zaman çox gözəl qoxusu gəlir. Qoğallarımızın üzərini yumurtaladıqdan sonra üzərinə çiğ toxum tökürük və sobaya bişirməyə göndəririk. Mən sobanın alt üst rejimində sonucan alt hissədə bişirdim, orta xoddan. Çox gözəl də gördüyünüz kimi nəticədə qoğallarımız alındı. Hazırlayan hər kəsə nuş olsun. Bayramınız mübarək, süfrəniz hər zaman dolu olsun. İzlədiyiniz üçün də təşəkkür edirəm.